İlin əvvəlindən gübrələməni, qulluğun, dərman vasitələrinin istifadəsini tam normal şəkildə həyata keçiririk. İlin sonunda isə meyvə yığımında, meyvənin keyfiyyətin aşağı olmağına biz rast gəlirik. Belə hallar baş verir, yəni tez-tez olur. Qubada meyvə bağları geniş ərazini əhatə etsə də bəzən fermerlər istədikləri məhsuldarlığı əldə edə bilmirlər. Mütəxəssislər isə hesab edir ki, bunun başlıca səbəbi düzgün aparılmayan budama işləridir. Çünki ağac da canlıdır, böyüyür, nəfəs alır, inkişaf edir və yaşayır. Ağacın budaqları isə onun damarları hesab olunur. Bu damarlar tıxandıqda isə ağacın güc vermə qabiliyyəti azalır və nəticədə məhsuldarlığı aşağı düşür. Kənd təsərrüfatı üzrə mütəxəssis Asif Kərimovun sözlərinə görə ağacların budanması ilk növbədə onların sağlamlığını qorumağa xidmət edir. Qurumuş və xəstə budaqların kəsilməsi ağacın xəstəliklərə qarşı daha dayanıqlı olmasına kömək edir. Bundan əlavə budama ağacın işıq və hava almasını təmin edərək fotosintezin daha səmərəli aparılmasına şərait yaradır. Amma mütəxəssis bildirir ki, Qubada bəzi fermerlər budamaya ya tamamilə laqeyd yanaşır, ya da səhv üsulla həyata keçirirlər. İstər meyvənin ölçüsünə, yəni kalibrinə, istər meyvənin azlığına və yaxud çoxluğuna budamanın çox böyük təsiri var. Yəni birinci və ən önəmli əsas məsələ budamadır. Çox fermerlərimiz özləri budama aparır, mütəxəssislə məsləhətləşmədən bu budama prosesini həyata keçirirlər və bir sıra səhvlərə yol verirlər. İstər budağın ölçüsündə, istər tumurcuğun saxlanılmasında bildiyimiz kimi budamanın bir neçə növü var. Yəni biz bütün budama prosesi həmin o növün və formanın üzərində həyata keçirilir və bağlarda bugün üçün çox əfsuslar olsun ki, nizamlayıcı budama düzgün aparılmır. İstər budağın, belə deyim, ağacın sağında, solunda lazımi qədər tumurcuq saxlanılmır. Bu da nəticədə bizim gələcəkdə həm meyvəmizin xırda olmağına, ağacın bir tərəfdə çox, digər tərəfdə az gətirməyinə və hətta ən pisi odur ki, qırılmasına səbəb ola bilər. Qubalı fermerlər arasında ən çox rast gəlinən səhvlərdən biri ağacı çox güclü budamaq və ya ümumiyyətlə budamamaqdır. Ağır budama ağacı zəiflədir. Tam budamamaq isə artıq budaqların qida mənbələrini səmərəsiz şəkildə qidalandırmasına səbəb olur. Budamanın xeyri olduğu kimi ziyanı da var. Məsələn, çox mütəxəssislər sual verir ki, budamanın nə kimi ziyanı ola bilər? Amma əslində düzgün aparılmayan budama bizim təsərrüfatlarımız üçün, bağlarımız üçün çox ziyandır. İstər tinqin, belə deyim, birinci gündən formalaşmasında, istər digər məsələlərdə budama prosesinə çox diqqətlə yanaşmaq lazımdır. Ola bilər ki, biz elə bir yerdən budağı kəsərik ki, gələcəkdə bizim ağacımız həmin istiqamətdə qurumağa başlayar. Ona görə yaxşı olar ki, tinqimiz əkilən gündən mütəxəssislə məsləhətləşərək budamanın bütün, belə deyim, həm növlərin, həm dərəcələrini düzgün seçərək öz bağımızı qanuna uyğun şəkildə budayaq. Asif Kərimov deyir ki, budama əsasən payızın sonu və ya yazın əvvəlində aparılmalıdır. Əsas məqsəd qurumuş, xəstə və içəriyə doğru uzanan budaqları kəsmək, eyni zamanda ağacın tacını formalaşdırmaqdır.